heç bir halda qarşılıqsız münasibət olmur. Çünki mən girəm salona baxıram da, qadın aşırı səmimidir usta ilə. Məsələn, mən bir an baxıram, mənim yoldaşım o usta, ona qarşı hər hansısa bir bəy usta xüsusi bir şey edirsə, addım atırsa, o mənim yoldaşım da olsa qadın səhvidir. Və siz bugün gəlib salona, salam gününüz xeyirli olsun, zəhmət olmasın, mən bir qısa saç kəsim istəyirəm, deyib də belə, aparsan uzadır, saçını, bizdə usta palto tutur ha qadına, palto tutan, oğlan da ola bilər. Bizim burada ölçü şablonumuz var. Yəni, o taxta burada durmayacaq. O qadın dönərkən ona toxuna bilir deyə, bax, o qol açılım standartımız var bizim. Elementar bir şey deyim, bu oturacaqların şeyləri, vakumları var. O, bu deyək kamerada açım, çəkin, bu deyək kamerada telefonu göstərəm, hamısında o arxada olmalıdır. Niyə? Bir bəy qadın ayağın arasında ayağını salıb, onu ölçüyə salırdı ki, onu eləyə bilməzsən. Ya da xanımlarla biz ümumiyyətcə çalışırıq ki, saç yuma proseslərində və s. kişilərdən uzaq edir, ya da çox gənc yaşda olanlar olsun. Yəni, bu bizdə dəyərlərimizdir. Qardaş, bax, mən... Amma bu, üzr istəyirəm, bu bizim ailəmizdə, məsələn, mən anamda, bacımda, yoldaşım nə xüsusi şampun istifadə olunmur, nə xüsusi dəsmal istifadə olunmur, nə hamı eynidir. Yəni, müştəri nədirsə oldu, səhvdirsə də mənim özümkilərə də səhvdir.